Salam və hörmətli izləyicilərimiz, Binəqədidə super bina həyət evi bugün satışa çıxarılır. Bu həyət evini başqa səhifələrdə görə bilərsiniz. Yəni, biz də çəkib paylaşmaq istəyirik, amma biz ekskluziv paylaşacağıq. Başqa səhifələrdə bu cür göstərən yoxdur. Həyətimizdə bir dənə qəşəng gül ağacımız da var. Deməli, həyətimizdə rahat bir dənə maşın yerləşə bilər. Gördüyünüz kimi istəsiniz burada da çardaq qurub, qəşəng oturub stol yarada bilərsiniz. Gözəl imkan yarada bilərsiniz. Çünki hər şeyə əlverişli həyəti var həqiqətən də. Gəlin birinci padvandan başlayaq. Qəşəng bir dənə betonlu padvan var. Gördüyünüz kimi qəşəng hazırlayıblar. Rahat ərdamı kimi şey bilərsiniz. Çöl əşyaları qoya bilərsiniz. Çöldə gördüyünüz kimi baxıb qaz xətti, kombi xətti, hər şey hazır quraşdırılmış vəziyyətdədir. Yəni, evimiz yerdən 8 daş kürsünüdür. Ben bir dənə evə bax, gör necə genişlikdədir. Buranı istəsəz də adliyəni qolma otağı, yataq otağı, qatın otan birində yataq otağı. Gör necə genişlik, bir dənə baxın genişliyə. Gör. Bura kuxnasıdır, gör necə sahibli bir kuxnadır. Gördüyünüz kimi, evimizdə bakan üçün yer hazır uğraşdırılır. Gəl qardaşım. Zalda da kombi için görürüz. Bir burada yer var, bir tane de yer bak buradadır. Ölçüsün 2 lira yer koyup hazır. Bu evet çok isteği de gelendir. Çünkü taş yapı gördüğünüz gibi. Evin aboyuna bakın. Yan sanatçıya bakın. Genç bir tane sanatçı var. Rahat, qəşəng geniş gözler. Yani. Ne hazır dışarı koşmamış ya. Bu bir yatağı otağı gördüğünüz gibi. Bakın. Buraya ikinci yatağı otağı. Bakın ne meydanı sazı ki çoğdan səhvəsi gör otağımızı genişdir. Gör otağımızı genişdir. Gel. Gel. Kes. Burası güzel yatağı otağımızdır. Gördüğünüz gibi kısmından səhvəşəmişdə görmüş. Bak. Gördüğünüz genişlik yatağı otağı var. Aboylar var. Hamısı keyiflidir. Qataya baxın. Evimiz Binəqədi ərazisində yerləşir. Kiminlə əlavə sual olarsa, bizim direktimizə və yaxud da ki, əlaqə nömrəmiz yazıla bilər. Həqiqətən çox super bir evdir, çox geniş bir evdir. Yəni, alan uduzmaz, peşman olmaz, əla bir evdir. Sağ olun, diqqət edəcək yerə.